İdman travmatologiyası haqqında danışmaq istəyirəm. Əlbəttə ki, son dövrlərdə respublikamızda da idmanın inkişafı ilə əlaqədar olaraq bu sahəyə daha önəm verilməyə başlanmışdır. Xüsusilə idmançılara xas olan müəyyən ortopedik travmalar var ki, onlar haqqında danışmaq istəyirəm. Bu ortopedik travmalar aşağı ətrafları və idmanın növünə bağlı olaraq yuxarı ətraflarda və aşağı ətraflarda görülə bilər. Onu qeyd etmək istəyirəm ki, xüsusilə idman travmatologiyasında yanaşma fərqli, nə mənada fərqlidir? Çünki idmançı digər insanlara görə məşğul olduğu idmandan uzun müddət kənarda qalmamalıdır. Bunun özəlliyi budur. Nəyə görə? Çünki bu tip patologiyalarda, xüsusilə ortopedik patologiyaların çoxunda, hətta köhnələrdən, əvvəllərdən bilirdik ki, bəzi xəstələr sınıq olanda 6 ay yatırdı xəstəxanada, bəzən köhnədən 9 ay yatırdı, 1 il yatırdı. Amma elmin, texnologiyanın inkişafına əlaqədar olaraq hətta elə tip əməliyyatlar var ki, əvvəllər xəstənin xəstəxanada 1 ilə qədər, 6 aya qədər yatması lazım olan xəstələr hal-hazırki müasir təbabətlə bir gün sonra evə yazılır. Və ya hətta bəzən, məsəl üçün, aylarla gipsdə saxlanan müəyyən qrup xəstəliklərdə bəsit bir endoskopik dediyimiz və minimal invaziv dediyimiz əməliyyat növləri ilə xəstənin əməliyyatdan sonra heç bir gipsə ehtiyacı olmur. Bəsit ortezlərdən və bəzən ortezlərə də ehtiyac olmadan bu özəllikdə əməliyyatlar icra edilə bilir və əməliyyat sonrası dövr çox asan keçir. Bununla əlaqədar olaraq idman travmatologiyasında bəhs etdiyimizdə xüsusilə məsəl üçün deyək ki, futbolçularda ən çox istifadə etdikləri ayaqlarıdır. Ayaq biləyi haqqında bəhs etmək istəyirəm. Ayaq biləyi haqqında xüsusilə ayaq biləyi nahiyəsində olan sınıqlar və bağ yaralanmaları haqqında bəhs etmək istəyirəm. Ayağa aid problemlərdə ən sıx önümüzə gələn, istəyir idmançı olsun, istəyir idmançı olmasın, əslində insan orqanizmində əldən sonra ən sıx diz və ayaq biləyi nahiyəsidir. Travmaları bəhs etmək istəyirəm. Ayaq biləyi bölgəsində olan bağ yaralanmalarında əksər hallarda konservativ müalicə tövsiyə olunur. Çünki əksər bağ yaralanmalarının çoxu parsial və ya qismi olduğu üçün müəyyən vaxt dediyimiz müəyyən immobilizasiya dediyimiz alətlərdən istifadə edərək, xüsusilə ortezlərdən istifadə edilərək, bəzən langetka dediyimiz yarım gips şəklində və ya xüsusi ayaq biləkliklər istifadə edərək yataq istirahəti, buz tövsiyə olunaraq ayaq biləyi yaralanmaları və ya bağ yaralanmaları müalicə edilə bilər. İlk 2-3 həftənin yataq istirahəti tövsiyə olunandan sonra müəyyən hərəkət proqramları və idman proqramları ilə ən gecə 1 ay içində xəstələr normal həyatına dönə bilir. Müəyyən qrup bağlar var ki, bu bağlardan sonra, qopmalarından sonra ayaq biləyində qeyri-stabillik yaranır. Xüsusilə iç tərəfdəki deltoid dediyimiz bağ və ön tərəfində olan, yan tərəfində olan müəyyən bağ qrupları var ki, bu bağ qrupları birlikdə qopduqda və ya tam qopduqda bu tip xəstələrdə əməliyyat tövsiyə olunur. Bu əməliyyat növlərindən xüsusilə bu bölgədə bağların digər bölgələrdən alınmış vətərlərlə rekonstruksiya əməliyyatı şəklində icra edilə bilər və ya bağlar yenidən sümük bölgəsindən qopubsa, xüsusi kiçik şuruplar istifadə edilərək bağlar rekonstruksiya oluna bilər. Bundan sonra da müəyyən müddət xəstənin ayağı immobilizasiya edilir, gips və ya yarım gips və ya ayaq biləkliklər şəklində və sonradan müəyyən idman proqramları ilə və ya fizioterapi prosedurlarla ən gecə 2-3 ay içində xəstə öz normal həyatına dönə bilir. Ayaq biləyi ətrafında olan sınıqlar xüsusilə tək malleol dediyimiz bayır topuğun sınması şəklində, tək iç topuğun sınması şəklində və ya ikisinin birlikdə sınması şəklində və ya həm ikisinin, həm də eyni zamanda arxa topuğun sınması şəklində özünü göstərə bilər. Bu tip yaralanmalarda tək malleol bayır topuğun sınığında əgər yer dəyişmə yoxdursa, sadəcə immobilizasiya və gips müalicəsi əksər hallarda yetərli olur. Yox, əgər o bölgədəki yer dəyişmə, sınıqdakı olan yer dəyişmə bəlli müəyyən qəbul edilir standartların üstündədirsə, o zaman əməliyyat ehtiyacı olur. Əməliyyatda sümüyün düzgün bir şəkildə yerinə qoyulması, anatomik reduksiyası və bu reduksiyanın saxlanması üçün isə müəyyən fiksasiya alətlərindən istifadə olunur, xüsusilə lövhələrdən istifadə olunur.
Əvvəllər istifadə olunan lövhələr xüsusilə kilitsiz dediyimiz lövhələrdir. Kilitsiz lövhələr nə deməkdir? Vint və ya şurup özü sadəcə sümüyə birləşir və lövhəni oraya pərçimləyir. Yeni çıxan fiksasiya və ya lövhələrdə, kilitli lövhələrdə üstünlüyü nədir? Üstünlüyü ondan ibarətdir ki, vint həm sümüyə pərçimlənir, eyni zamanda vintin üstündə yenidən yiv qismlər olur. Vintin özü də lövhənin özünə pərçimlənmiş olur. Bu da tək başına şurupun və vintin geri dönməsinin qabağını alır. Yəni bir 10 dəfə fırlanmalıdır ki, o geri gəlsin. Bu karkas şəklində neçə dənə şurup qoyulubsa, onların hamısı sümüyə fiksasiya olunur. Bu fiksasiyada əməliyyatdan sonraki gips tətbiqi minimuma endirmək olur. Bu üstünlüyü var. Eyni zamanda bimallülər dediyimiz həm iç, həm bayır topuğun eyni vaxtda sınması əksər hallarda əməliyyat göstərişidir və eyni zamanda 3 malyolun bir yerdə sınmasında, eyni zamanda ayaq biləyində çıxıq da görüldüyü üçün əməliyyat tövsiyə olunur. Bu vəziyyətdə həm bayır topuq, həm iç topuq, həm də arxa topuq müəyyən fiksasiya alətləri ilə, vintlərlə və ya lövhə ilə fiksasiya tövsiyə olunur. Bu əməliyyatdan sonra xəstənin ayağı müəyyən müddət 3-4 həftəyə qədər gipsdə qalmış olur və ondan sonra isə müəyyən hərəkət proqramları başlayır. İdmançılarda normal həyatına dönməsi üçün bəzən 3-4 aya qədər vaxt sərf etmiş ola bilər.